Yeni Yasamalda 3 otaqlı əşyasız mənzil kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin dayanacağında yeni inşa olunmuş 21 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 90 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli bir mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Sahibi bildirir ki, kirayə götürülən şəxs uzun müddətli götürdüyü təqdirdə yataq dəsti, paltar yuyan və qaz peçi ilə təmin etməyə hazırdır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın yeni inşa olunmuş 20 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 90 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli bir mənzildir. Əvvəldə bildirdiyim kimi binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Mənzil hal-hazırda əşyasız olaraq icarəyə verilir. Sahibi bildirir ki, uzun müddətli götürmək istəyən şəxs ehtiyacı olduğu təqdirdə yataq dəsti, paltar yuyan və qaz peçi ilə təmin edəcək. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 650 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.